Radionun tamaşa salonu. Qarabağ vilayətində Təklə Muğanlının qışlağı Novruz bayramından bir gün keçmişdir. Şərəfnisə xanım evdə oturub ağlaya-ağlaya yun darıyır. Kiçik bacısı Gülçöhrə isə onun yanında oynayır. Ağabacı, niye ağlıyorsun? İtil cəhənnəmə. Ağabacı, sen Allah niye ağlıyorsun? İtil cəhənnəmə deyirəm. Əlimdə işim var. Qoy işimi tutum. Sen ki iş tutmursan, ancak ağlıyorsan. De görüm niye ağlıyorsun? Demezsen, gidip anamı çağıraram. De görüm niye ağlıyorsan? Acıqlı halda onu bərk itələyir. İtil cəhənnəmə ləkdən. Əl çəkməz. Qoymaz işimi tutam. Gülçöhrə yıxıldığı yerdən durub, ağlaya-ağlaya anası olan evə keçir. Ah ləkdə. Gedib anama xəbər verəcək. Allah, gəlib sorsa ki, niyə ağlayırsan? Nə deyəcəm? Heç vaxt deyə bilmənəm ki, nədən ötər ağlayırdım. Yaxşısı budur ki, danaram. Deyərəm ki, heç vaxt ağlamırdım. Yaylığı ilə bərk-bərk gözünü silir. Bu halda qapı açılır. Şəhribanu xanım içəri girir. Ay qız, bu uşağını itəliyib yıxıbsan. Uşağı yerə girsin. Dinc oturur məyər? Səhərdən bəri qoymayıb ki, 2 çəngə yun darıyıb. Ana vallahi yalan değil. Hiç yun daramırdı. El ağlıyordu. Kəs səsin sən də yaxşı. Şərəfnisə, ağlamaq nədir balam? Sənə nə olub? Niyə ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ, gözəl göyçək yadaqlın gözünün qabağında, yeməyin bol, geyməyin bol, daxı niyə ağlayırsan? Ana vallahi ağlamırdım. Allaha şükür. Atam sağ, anam sağ. Dəxi nə var ki ağlayım? Vay, niyə demirsən ki adaxlımda gözümün qabağında? Adaxlım kimdir? Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan 20 gündən sonra Allah qoysa sizə bir toy eləyəcək ki, tərifi tamam Qarabağda söylənəcək. Anam nələr söylüyor? Şahbaz bəy 10 gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə toy tədariki görür. Şahbaz bəy gedir, hara gedir? Şahbaz bəy kiminlə gedir? Nə danışırsan? İndi bildim ki, doğrudan ağlayırmışsan. De görüm sən kimdədir, Şahbaz gedir. Özü, Yaxşı, hara gedir? nə bilim, filəngəmi, palisəmi, adı batsın, dilimə də yoxuşmur. Yaxşı, Şahbaz kiminlə Parizə gedir? Qonağımız Monsieur Jordan'la. Bəy, o bizim çör-çöp döşürən frəng ilə, nədən ötürü? Frəngdə onun nə alıb verəcəyi var? Parizdə onun nə itazıb? Nə bilim, cahil uşaqdır. Monsieur Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər, məclislərdə, yığıncaqlarda üzü açıq oturub dururlar. Nə bilim, başqa zatlar da çox deyibdir. İndi o da dəli divanə olubdur. Deyir ki, gərək gedib bir Parisi görəm. Əvvəl əmimdən ruxsat istəyəcəyəm. Qoymazsa, gecə atımı minib, Arazı otaya keçib, Monsieur Jordan ilə görüşüb, onunla bərabər gedib Parisi görüb seyr edəcəyəm. Toxuduğu corabı yerə tullayıb kiçik qızına deyir. Ay qız Gülçöhrə, Bəli, get Şahbazı o biri damdan bura çağır. Bu saat. Görün bu necə sözdür. bu saat. Gülçöhrə qaçır. Dedim kişi, Hatəm xan ağa, bu
Bu uşaqların toyun tez elə qurtar. Şahbazdan mən qorxuram, gündə min xiyala düşür. Qulaq asmadı. Uşaqlıq elədi, baxarı da belə olur. Bu halda qapı açılır. Şahbaz bəy içəri girir. Hem dostu, ne var xeyir ola? Şahbaz, eşidirəm ki, firəngə, Paris'e gedirsən, bu necə sözdür? Gedəndə nə olar hem dostu? Gedərəm də, qaydaram da. Şərəfnisə xanıma filan kızları başlarına örtən o təzəklərdən alıb soğuqətdə gətirirəm. Firəng qızları başlarını örtən təsəklər mənə lazım deyil. Parisdə onların havasına yellənib uçarsın. Hələ de görüm, sən öz başınasan, ya sənin bir atan yerində bir böyüyün var? Əlbəttə, əmimdən izni almamışdı gedə bilmənə. Monsieur Jordan da özü mənim ondan rüsqətimi alacaqdı. Çox yaxşı, sən azıbsan, yolundan izindən çıxıbsan. Get, mən bu saat Hatəmxan ağanı çağırıram, görüm. Monsieur Jordan nəçidir ki, onun qardaşı oğlunu toğlaşdırıb Paris'e aparır. Vallahi ona bir toy tutaram ki, gəldiyi yol azar, Paris'de unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırıram, görüm. Sənin 20 gün toyuna qalıb, sən necə Paris'e gedirsən? Necə 20 gün mənim toyuma qalıbdı? Mən hələ uşağam. Mən öz xahişimlə bu tezlikdə toy eləməyəcəm. Toy eləməyəcəm. Məgər güc olar. Bəli, güc olacaq. Əlbəttə. Hələ 2 il bundan irəli gərək sənin toyun olaydı, əgər ki şərəflisə çox uşaq olmasaydı. Allah'ı sevirsən, ağlına zor vermə. Sən lap azıbsan. Git şimdi. Şahbaz bəy başını aşağı salıb gedir. Ay qız şərəflisə, yadımdan çıxdı. De görüm ki, Şahbazı o çör-çöp döşürən nə sözlərlə toğlaşdırıb Paris aparır. Nə bilim, deyibdir ki, Parisdə tamam göyçək qızlar, gəlinlər, məclislərdə, yığıncaqlarda üzü açıq oturub dururlar. Yaxşı, başqa nə söz deyib? Nə bilim, deyibdir ki, qızlar ilə, gəlinlərlə oğlanlar bir yerdə oynayırlar, danışırlar, gülürlər. Allahu Ekber, Allahu Ekber. Ay qız, axı mən necə Hatəmxan ağaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Paris qızlarına ayağa yanıb bu söz ordana qoşulub gedir. 16 yaşında qızın şərəflisə buradan Paris qızlarının, gəlinlərinin paxıllığını çəkir. Hələ nə gidən var, nə gələn var, gözünün yaşını sel kimi axıdır, yaz vurub. Oy, Allah, torpaq başıma. Arvad nələr danışır? Ayağımın altından yer qaçdı. Durub qaçım. Şərəfnisə utanaraq üzünü tutub qaçır. Gülçöhrə, Bəli. ged atanın damın dalından orada çobanlarla danışır. De tez gəlsin bura, vacib iş var. Bu sən. Gülçöhrə gedir. Bu firənglər necə naşükür xəlq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız yerə tarının hər günü nahara Monsieur Jordana qaymaq gərək, yağ gərək, axşama pilo gərək, bozatma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvatları mərifətsiz olurlar. Qonağa hörmət eləmək bilmirlər. De gəl bundan sonra xalqa yaxşılıq elə. Tamam yaxşılığın badə çıxdı getdi. Qapı açılır. Hatəmxan ağa içəri girir. Xeyr ola arvad. Nə var tələsik məni çağırıbsan? Nə olacaq? Gəl gör o çör-çöp döşürən, içirdib, yedirib, bəslədiyin qonağın, qardaşın oğlunu azdırıb özü ilə Paris'e aparır. Necə? Monsieur Jordan Şahbazı Paris'e aparır. Kim dedi? Mən deyirəm, Şahbaz özü şərəflisiyə deyib. Şahbaz bilir ki sənin qızının ürəyi kövrəkdir. Ona sataşıbdır. Yəqin ki şərəflisə də bu sözlərdən dərd edir. Analı qızlı 2 pulluq ağlınız yoxdur. Hər boş sözdən ötəri yerdən olursunuz. Sən elə hər zadı boş tutursan. Cahil uşaqdır, bəlkə o firəng bir para sözlər deyib ağlını oğuruyubdur. Əşi kişisən, qan olmaz ki hər ikisini çağırıb bir soruşasan. Bu necə sözdür, bu necə işdir? Çox yaxşı arvad. Allah'ı sevirsən çığırma. Elə indi bu saatdə çağırıb öz yanında soruşaram. Hövsələn daralmasın. Həmən gün gəbə ilə döşənmiş başqa bir ev. Evin bir tərəfinə un çuvalları, o biri tərəfinə yağ dəriləri və yun məfrəşləri qoyulmuşdur. Hatəmxan ağa evin yuxarı tərəfində, arvadı Şəhribanı ərinin sağ bölündə,
Şahbaz bəy əmisinin qarşısında və Monsieur Jordan isə stul üstə oturmuşlar. Monsieur Jordan Avropa libasındadır. O əlindəki sığarı asta-asta sümürür. Şərəfnisə xanım onlardan əvvəl xəlvətcə gəlib yükün dalında gizlənibdir ki, danışdıqlarını eşitsin. Həkimi sahib, eşidirəm ki, bizim Şahbazı Frəngistana aparırsan. Bu necə sözdür? Bəli, Hatəm xan ağa. Bu sözü mən özüm sizə deyəcəkdim. Çünki heyifdir. Şahbaz bəy kimi cavan, zirəng və sahibi savad oğlan Frəng dilini bilməyə. Mən təəhhüd edirəm ki, onu Parijə aparıb Frəng dilini ona öyrədib yola salam. Çünki Frəng dilinə çox şevqi var, tez öyrənər. Şahbaz, doğrudur ki, Parijə getmək istəyirsən. Bəli əmicəm. Əgər sizin rüsxətiniz olsa, Monsieur Jordan'la gedərəm, sonra özüm qayıdıb gələrəm. Nədən ötəri bala? Frəng dilini öyrənməyə əmicəm. Frəng dili nəyinə lazımdır əzizim? Əmi, Frəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz. Allah verdi bəyin oğlu Tanrıverdi bəy Varşavada Frəng dilini öyrəndiyi üçün hər məclisdə məndən hörmətlidir. Bavicudu ki, Frəng dili və Türk dilindən başqa özgə dil bilməzdi. Nə eybi var? Onların da adət və xəvasını bil yinə. Əgər istəyirsən... Bu surət ilə əgər Parizə getməsəm, oranın əhlinin adət xəvasından necə müttəla ola bilərəm? Bu saatda mən sənə qandırım balam. Mənə yəqin hasıl olubdur ki, bizdə hər adət və xasiyyət varsa, əksi Parij əhlindən. Məsələn, biz əlimizə həna qoyuruq, Frənglər qoymazlar. Biz başımızı qırxırıq, onlar başlarına türk qoyarlar. Biz papaqlı otururuq, onlar baş açıq oturarlar. Biz başmaq yeyirik, onlar çəkmə yeyərlər. Biz əlimizlə xörək yeyirik, onlar qaşıqla yeyirlər. Biz aşkara peşkəş alırıq, onlar gizlin alırlar. Bəli, biz hər zada inanırıq, onlar heç zada inanmazlar. Bizim arvatlarımız gödək libas geyir, onların arvatları uzun libas. Bizdə çox arvat almaq adətdir, Parijdə çox ər almaq. Hatəm xan ağa, Hatəm xan ağa. Bəli. Təəccüb edirəm ki, sizin kimi qəvaid-i məntiqiyyədən müttəli, əqilli və fərasətli mərd-i küənsal bu zamana qədər məşvərətxanaların birisində ərkan-ı məşvərət silkinə daxil olmayıbsınız. Əgər ki mən siz təqrir etdiyiniz qaydaya bir bəhs varid edə bilmərəm. Lakin istərdim ki, mən də bir neçə kəlmə ərz edəydim. Əgər rüsxətiniz olsa. Buyurun, buyurun həkimi sahib. Sizin hər sözünüz bizə xoşdur. Hatəm xan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parijə aparıb, əvvələn özüm onun tərbiyəsinə mütəvəccih olub, Frəng dilini və ilumunu və qədir məqdur ona təlim edib, saniyən onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşayiş alıb geri qaytaram. Monsieur Jordan cibindən bir dəftər çıxarır və onun içində səliqə ilə düzülmüş bir neçə otları göstərir. Əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba hükəmalarımız Cənab Linney, Tournefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbilə Parijin Darül Elminə ispat edəcəyəm ki, məzkur hükəmalar bir külliyyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın
mahiyyətini təhqiq və xəvasını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibbanın istehzarı üçün təslif-i cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki görürsünüz, Latınca bunun adı ağantustur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var. Cenab Linni bunu fərz edir 3-cü dərəcədə və Cenab Turnefort onu fərz edir 4-cü dərəcədə. Amma mən onu 2-ci dərəcədə fərz edəcəyəm. Və bu otun adı Latınca Seraturum alipinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cenab Linni bunu fərz edir 7-ci dərəcədə və Cenab Turnefort onu fərz edir 6-cı dərəcədə. Amma mən onu fərz edəcəyəm 10-cu dərəcədə. Və bu otun adı Latınca Gamlina Africanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cenab Linni bunu fərz edir 5-ci dərəcədə və Cenab Turnefort onu fərz edir 3-cü dərəcədə. Amma mən onu 8-ci dərəcədə fərz edəcəyəm. Həkim sahib, vallahi heç başa düşmədim ki, nə danışdınız. Gilliford kimdir? Linney kimdir? Tortenford kimdir? Niyə onlar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germani nədir? Kartofil kimdir? O niyə aparılmamışdır? O nə böyük şəxsidir ki, vətən bu mərtəbədə onun etidadlı məzacına və tuli ömrünə talibdir. Yoxsa həkimi sahib, bizim şahbazı da aparıb belə tapbacalardan öyrədəcəksiniz. Hatəb xanağa, bağışlayın. Doğru buyursunuz. İndi bildim ki, sizə nə qism gərək misal gətirmək. Məsələn, bir ay bundan əvvəl Qarabağın əl yetməz döyülündən köhnən at altında gəlib sizə qonaq olan xoşbaxt adam ki, adı yadımdan çıxıbdır. Əgər Qarabağa gəlməsəydi, bu qədər devləti haradan ələ salardı? Həkim sahib, bax, bu sözün necə aşkardır. Doğru buyursan, o əgər Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı. Başına dönüm əmicəm. Rüsxət verin Monsieur Jordan ilə gedim. Əgər mənim xoşbaxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət ələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz. Həkimi sahib, nə müddətə şahbaz Parijə gedib qayıda bilər? Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bir külliyyə sugula gəlməz. Çünki ümdəsi Frenk dilini öyrənməkdir. Arvad, dəxi nə eləyək, qoy getsin. Papağını çevirərsən, ilgələr keçər. Uşaqdır. Gönlü istəyir getsin Parişi görsün. Kişi, sən nə danışırsan? Sənin fikrin hardadır? İstəmirəm onun Parisə getməsində, mərifət kəsb etməyində, Firək kralından baxşeyiş almağında. Bu sözlər tamam bahanədir. Şahbaz istir getsin Parijə, Parij məclisində, yığıncaqlarında, üz açıq gəzən qızlarla, gəlinlərlə keyf etsin, danışsın, gülsün, vəssalam. Ay arvad, bəsdir Allahı sevirsən, çıxırma. Dəxi mən nə eləyim? Bacarırsan qoyma getsin. Rüsxət verməsəm atılar minər atına, hoppanar arazın o tayına. Sonra mən onu hardan tapım? Mən ondan da höccətəm. Qoymaram getsin. Əgər şahbazı Parijə getməyə qoysam, bax, bu leçə çəngilərin ləkəyi olsun. Allahun əkbər. Əmi dostum, bilmirəm hansı qaravullar ilə məni dustaq edəcək. Görərsən, sən də öz bildiyindən, mən də öz bildiyimdən. Şəhribanu xanım çıxır. Arvadların işi xatadır. Hatəm xan ağanın evində bir otaq. Otağın bir tərəfində Şəhribanu xanım oturmuşdur. Bir tərəfdə də Şərəfnisə xanım yun darıyır. Qapı açılır. Şərəfnisə xanımın dayəsi Xampəri içəri daxil olur. Salam əleyk. Əleykəssalam. Əleykəssalam. Xampəri, bilirsən iş necə keçdi? Belə oldu ki, şahbaz gedir Parijə. İndi səni ondan ötürü çağırmışam ki, əgər bir əlacın varsa elə. Hatəm xan ağa özün bilirsən ki, xəmir ağız kişidir. Əvvəlcən yaxşı danışdı. Amma sonra birdən boşaldı.
Musiyo Jordanın və Şahbazın bir para ağılsız sözlərinə yerindən oldu. Amma mən gərək ya öləm, ya Şahbazı qoymayam getməyə. Doğrusu Şərəfni səni gözü yaşlı görə bilmərəm. Allah götürərmiş, Şahbaz getsin. Paris'te kef eləsin. 15 yaşında gülüzlü balam ağ çekip kan tüpürsün. Saralım sapa dönsün, incelip ipe dönsün. Xanım, əlac odur ki, bəyaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən? Göndər qonşuluqdan, Ağcıbədi kəndindən, Qızılbaşdan gələn dərviş məstəri şahı getirib, necə ki sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatdə məni qocamdan boşadar. Oy gözüm Xanpəri, bəs tez ol. Əli Mərdanı bu saat göndər, Məstəli Şahı Ağcabədi kəndindən alıb gətirsin. Desin xanım çağırır. Hər nə istəsə vəd eləsin. Xulasa axşam çıraq yanan vaxtda Məstəli Şah gərək bizim evimizdə hazır olsun. Baş üstə xanım, bu saatdə göndərirəm. Amma gərək Məstəli Şah Hatəmxan ağadan, Şahbaz beydən xərbət bura gəlsin. Allah eləməmiş. Əgər Şahbaz onu burada görsə, onu da öldürər və məni də sağ qoymaz. Əlbəttə, mən indi bu saat çıxaram, Hatəmxan ağanı da, Şahbaz bəyi də İlxiyə baxmağa göndərirəm. Və tapşırıram ki, gələndən sonra Şərəfnisənin evində yıxılıb yatsınlar ki, gecə bu damda su qoyub Şərəfnisənin başını yuyub çimdirəcəyəm. Sən dur, get, dərvişin dalınca oğlunu göndər. Hər ikisi gedir. Of Allah, Kerəminə şükür. Biraz ürəyim dincəldi. Yox olsun o ölkə ki, onda cadu pitik olmaya. Əgər məməm deyən dərviş olmasaydı, şərtsiz Müsyo Jordan Şahbaz bəyi aparacaqdı, günümü göyəskə tikəcəkdi. Bu halda qapı açılır, Şahbaz bəy içəri daxil olur. Şərəflisə, qadan alın. Bilirsən ki, əmi dostum bugün nə tufan elədi? Müsyo Jordanın yanında əmimin üstünə çır-çır çığırdı, məni də hədələdi. Şahbaz, heç özün etdiyindən xəbərin yoxdur. Əmi dostluğun çığırmağı gözünə görmüş. Qadan alım Şərəflisə, mən özüm neyləmişəm? Şərəfnisə gedib hanasının dalından bir neçə səhifə kağız çıxardıb onları araşdırır. Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir? Gör Parisdə necə gözəl qızlar var. Bu qızlar gəlinlər, tamam üzləri açıq, məclislərdə, yığıncaqlarda oğlanlarla bir yerdə oturub dururlar. Hələ mən bu şəkilləri utandığımdan əmi dostluğa göstərməmişəm. Şərəflisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər Müsyo Jordanın kitablarının içindeydi. Müsyo Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı. Çıxartdı mənə verdiyi apar ədahlına göstər və de ki, bu il Parisin qızları və gəlinləri belə paltar giyirlər. Keçən il ayrı tövr paltarı var idi. Gələn il bir özgə qayda ilə paltar giyəcək. Hər il Parisdə libas giyməyin sayağı dəyişir. Mən də gətirib sənə verdim. Bundan gələsi nə var ki? Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan. İstəyirsən Paris'e gedəsən. Şərəflisə, doğrudan sən məndən belə bədgüman olmuşsan? Mənim ürəyimə bir ox vursaydın yaxşıydı ki, bu sözləri üzümə dedim. Axı bir soruş gör, Paris'e mən nə səbəbə gedirəm? Nə işin var soruşum? Səbəbini özüm çox yaxşı bilirəm. Səbəbi budur, bunlardır, bunlar. Vallah yox, billah yox, səbəbi onlar deyil. Sən bilmirsən. Mənim tayduşlarım tamam mərifət sahibi olur. Qulluq, hörmət, izzət tapıb, xoşbaxt olublar. Mən qalmışam elə bu qəmişlikdə adsız, sansız. Bu sözlər tamam fənni feildir. Məni aldatmaq üçün bahanədir. Nə sözdür ki? Sənin kimi cavan, kamallı oğlan Tiflisdə qulluq tapmaz. Nə, Paris'dən qaydandan sonra gene gedib Tiflisdə qulluq edəcəm. Parisdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki? Qayıdıb gələndən sonra adam kimi durub otura.
heç vaxt sən Parisə gedə bilməzsən. Hatəm xan ağanın evi. Şəhribani xanım, Şərəfnisə xanım və Xampəri oturmuşlar. Gecədən xeyli keçmişdir. Birdən qapı açılır. Məşhur dərviş Məstəli Şah içəri daxil olur. Xanım, salam aleyküm. Aleykesselam baba derviş. Hoş geldin. Gel otur. Xanım, mənə nisbət nə qolluğunuz var? Buyurun, canbaş ilə bitirməkdən müzayiqə yoxdur. Baba derviş, bir cüzü işten ötürü sana zəhmət vermişəm. Bəli. Mətləb budur ki, bizim Şahbazlap yolundan azıb. Bir frengi qonağımız var. Xəyalındadır ki, ona qoşulub Paris şəhrinə getsin. Bəli. Mənim bu oturan gülüzlü uşağımı ki, onun adaxlısıdır, 20 gündən sonra toyu başlanacaq, Bəli, bəli. ağlar, sızlar qoysun. Mən Hatəm xan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı. Gərəkdir bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və Musiya Jordan ondan əl çəkib aparmasın. Xanım, bu cüzlü yüngül iş değilmiş. Bəlkə çox böyük və çətin iş idi. Gərəkdir ki, bu işdə mənim cadumun əsəri ya Paris'in ya Monsieur Jordan'ın başında çatlasın. Vay, baba derviş, mən anlamadım. Necə gərək cadının əsəri ya Paris'in ya Monsieur Jordan'ın başında çatlasın? Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olur ki, onun bədəninə bir cin müsəllət edəm ki, bu səfərin xəyalını onun başından çıxarsın. Amma olur ki, bu işdən ötürü qorxsun. Ağlına rəxnə yetişsin. Ya azarlasın, ya çolaq olsun. Çünki çox uşaq edir, cavan edir. Oy, Allah seversen baba derviş, belə danışma. O şeyler tamam ondan ötürür ki, Şahbaz bir gün də olsa gözümdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq? Bu surətdə gərəkdir, divlərə, ifritələrə əmr edəm ki, Paris'i xarab etsinlər. Altını üstünə çevirsinlər ki, Şahbaz bəy dahi ora getmək niyyətindən düşsün. Ya inki Mərrix ulduzuna hükmədəm ki, Monsieur Jordan'ın boynunu vursun ki, Şahbaz bəyi aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur. Bu necə mümkün şeydir baba derviş? Belə eləmək olar mı? Bu mənim işimdir. Xanım nə şübhə yeridir. Məyər eşitməmisiniz ki, bir neçə şeyatinə əmr etmişəm ki, həmişə şişə qalasında üsulü və şeyxi mollalarının arasında fitnə fəsad salıb, heç vaxt onları dinc qoymasınlar. Ondan ötürü ki, onlar münbərə çıxıb aşkara xalqa vəzd edirlərmiş ki, caducuna və sairə inanmayın. Aya mən deyiləm ki, Gilcan adlı ifritin ruhunu ki, şeyatinətdə və məzərrətdə fərdi əsirdir. Əbəli Əl-Quluyoğlu'nun bədəninə müntəqil edib, Səlyan xalqının canına müsəllət etmişəm ki, gecə gündüz onun qorxusundan evlərində rahat yata bilmirlər. Hələ Səlyan xalqına az qısas etmişəm. Ondan ötürü ki, onlar bildirməni Səlyana qoymayıb qovdular ki, Davr-ül Möminindir. Sən dəvliş və cadugarsan. Bura ayaq basma. Hansı işlərimi söyləyin. Xülasə, xanım, murava desəm, yerindən qop, qopmaz mı?
Arada desəm axma, axarmı? Uy Allah, dərdini əsirgə. Xanım gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görün, Monsieur Jordan ha vaxt gedəcək. 10 gündən sonra. Çox yaxşı. İndi mən bu saatdə xanım sizin gözünüzün qabağında Parijin heykəlini bərpa edib burada onu pozacağım. Və divlərə, ifritələrə hökm edəcəyəm ki, həmən dəqiqə Pariji yıxsınlar. Və 10 günə qədər xəbərini Monsieur Jordana çatdırsınlar ki, Şəhbaz Beyi aparmaq fikrindən düşsün. Ya inki bir böyük xoruzu qabağımda tutub adını qoyacağım Monsieur Jordan. Bu saatdə onun boynunu vurub Marri ulduzuna əmr edəcəyəm ki, bani. Bu tor ilə o da 10 günədək həqiqətdə Monsieur Jordan'ın boynunu vursun. Ta ki Şahbaz Bey ondan xilas olsun. Şimdi buyurun görüm cənabınız Parijin xarab olmağını isteyirsiniz ya Monsieur Jordan'ın boynunun vurmağını? Frəklərə yazığımız mı gələcək? Bu ya ayarvat, sənin ürəyin daşdı nədir? Biçarə Parijlilər bizə nə eləyiblər ki, evlərin imarətlərini başlarına yıxaq, min adamın qırılmağına bahis olaq. Bu qalmağala bizi ancaq o çöküb döşürən Monsieur Jordan salıbdır. Baba dərviş, hər nə bilirsən o nə də. Bax, burada xoruzun boynun vur. Mırrıq ildizinə də hökm et ki, o da Monsieur Jordan'ı arazdan o yana keçəndən sonra boynunu vursun. Şahbaz bəy yalqız qalıb yenə qayıtsın keçsin butaya. Bir təqsirli adamın ölməyi çox yaxşıdır, min günahsız xalqın qırılmağındansa. Can ana, elə demə. Monsieur Jordan yazıqdır. Çox yaxşı adamdır. Bu yay hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb Şahbaz beylə mənə göndərirdi ki, apar adaxlığına ver, görsün. Neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü? Və mənə bir güzgü bağışlayıb da ki, Parijin əcaibət bağında bitən yengi dünya güllərinin surəti dalsında çəkilmişdir. Məni öz qızı kimi istərdi. Mən özümü öldürürəm, qoymaram Monsieur Jordan'ın boynu vurulsun. Parij dağılsın, bizə nə? Əgər orada qızlar, gəlinlər üzü açıq gəzməsəydilər, Şahbaz bəy heç vaxt getməzdi. Parij yıxılsın, qız gəlini də qırılsın. Vallahi bilmirəm hansına razı olum. Amma daha necəliyik? Baba dərviş, buyur divlərə, ifritlərə, Pariji qaldırıb altın üstünə çörsün. Baş usta xanım, Xampər xala, çıx mənim şagirdim Quləməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, getirsin, gəlsin. Xampəri tez qalxıb çölə çıxır. Birazdan Qulaməli əlində xurcun, Xampəri ilə məclisə daxil olur. Salamun aleyküm. Aleyküm salam. Aleyküm salam. Xurcunu yerə qoy. Ağzının bağını aç. İçindən üstündə əşyal çəkilmiş taxta parçaları çıxart. Onlar farsça danışırlar ki, kadınlar başa düşməsinlər. Meyxami çi bicuni. Nə etmək istəyirsən? Nixahəm ki, heykəli şəhri Parij. Paris şəhərinin heykəlini qurmaq istəyirəm ki, divlərə və ifritələrə hökm edim. Bu kadının gözü qabağında o heykəli mən alt-üst edincə, Paris şəhərinin də onlar bir göz qırpımında uçursunlar. En hatun babay taxt Frank və əhli av çi ədavət. Nə səbəbə? İn hekayət xeylidir ağzı. Bu hekayə çox uzundur. İndi danışmaq yeri deyil. Taxta parçaları xurcundan çıxart. Bu saat. Amma heç inanmıram ki, bu çətin iş düzələ. Bilmirəm zarafat edirsən ya yox. Necə yəni bir göz qırpımında Parij dağıla? Biduni ya nə? در طرفت العین پاریش خراب شود یعنی چی؟
Çərəyən için mardaka. Ay kişi nəyinə gərək necə yəni? Bu saat bu xanım həmin iş üçün mənə 100 dənə bacaqlı verəcəkdir. 10 gündə cadunun əsər etməsi üçün vaxt var. Bir adam bu sirri bilmir və bilməyəcək. Bacaqlıları alandan sonra 10 günə qədər özümü Arazın otayına sala bilərəmmi? Sonra məni kim tapacaqdır? Məndən sonra nə olur olsun? 10 günə Paris xarab olsa, bacaqlılar danışıqsız Həzmirabidən keçəcəkdir. Baba derviş, ne danışırsınız? Hanım məhzər oxuyuram ki işimiz aman olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki nə fikirdəyəm. Bundan sonra Məstəli Şah palazı qaldırıb, əvvəlcə bir dairə çəkir. Hanım, bu Paris şəhrinin dairəsi. Bəli. Sonra taxtaları bir-birinə yapışdırıb, 10, 12 böyük kiçik hücrə və otaq şəklində cızığın içində evlər düzəldib deyir. Bu da Paris'in imarətlərinin və evlərinin şəkili. Bəli. Hanım, buyurursunuz mu Paris'i Kufaya kün ettirib, altını üstüne çevirttirib? Bəli, daha necə edək? Allah səbəbkara bəla versin. Qurunun oduna yaşlar da yanacaq. Biçare Parizlilər bizə bir zat etməmişdilər. Onun babalı olsun qızların, gəlinlərin boynuna ki, məclislərdə həmişə oğlanlarla, kişilərlə bir yerdə üz açıq oturub, söhbətə və ixtilata məşğul olub, xəlqi azdırıb yolundan çıxardırlar. Baba dərviş, işinlə məşğul ol. Hanım, divlərin əl-müzdunu, ənamını kərəm edin. Baba dərviş, divlərə ənam nə lazımdır? Hanım, məgər mənim divlərim İran sərbaz idi ki, müftə qulluq edələr. Məgər mən vəzir Hazır Mirzə ağası idim ki, onlara heç zat verməyəm. Ancaq sözüm qorxudur. Xanım, ma qulamani en Ali şahəm, az tamam zəmair agahəm. Nə məvacib, nə cirav, nə əlaq, nökəri qurmətən illəlləhi. Nə qədər divlərə gərək ənam verəm. Artıq istəmirəm. Nə qədər ki vaad edibsiniz xanım, 100 bacaqlı. Baba dərviş, çox olmazmı? Min tümənə dəyən şəhri xarab ettirirsiniz. 100 bacaqlı verirsiniz, çoxdur. Şərəfnisə qızım, o pul sandığını bura gətir. Şərəfnisə xanım tez qalxıb yükdən pul sandıqçasını gətirib anasına verir. Şəhribanı xanım sandıqçanın ağzını açır. 100 dənə qızıl pul çıxardıb deyir. Şərəfnisə, bala, toy xərcinə daha pul qalmadı. Neyləyək yana? 1-200 doğulu satarıq, yenə pulumuz olar. Doğru deyirsən bala, burun qulaq başa sadağa. Al baba dərviş. Şəhribanı xanım qızılları Məstəli Şaha verir. Dərviş qızılları tez cibinə qoyur. Sonra biləklərini çırmayıb, xurcundan bir kitab çıxarır. Kitabı açıb vərəqləyir. Bir para naxışlı səhifələrinə baxır. Bəli. Paris şəhri Əqrəb burcunun altında vaqiymiş. Bəli, əməl tamamıdır. Bu burcun təsirindəndir ki, bu şəhərdən heç bir bəla əssiz olmaz. Xanımlar qorxmayın. Ürəyinizi bərk tutun. Dəqiqə fəkəndi. Tübal çərendi. Ay məmə. Tübal çamuha. Allah dərdinə sirr. Və yandı. Dedəm vay. Dərviş sağına və soluna üfürür. Heybətli səs ilə divləri, ifritələri adları ilə çağırıb, güya onlara tapşırıq verir. Yav Məliha! Ay məmə! Yav Səliha! Ay dədə! Yav Məliha! Yavmən hu, yavmən leysə illahu! Yavmən leysə illahu! Qaldırın Paris yerindən,
vurun yere. Bu saatdən necə ki mən bu heykəli vurup, zeyri zavar edirəm. Dərviş bir addım geri çəkilir. Sonra irəli yürüyüb əlindəki ağac ilə özü düzəltdiyi evcikləri vurub dağıdır. Hanım gözünüz aydın olsun. Parij dağıldı. Bəli. Razı oldunuz mu? Bəli, baba dərviş. Çox razı oldum. Amma gərək Parijin dağılma xəbərini tez Monsieur Jordana çatdırasan ki, öz başının hayına qala Şahbazdan əl çəkər. Amma Parijdən bura, bilmirəm bu xəbəri tezliklə kim çatdıracaq? Hanım, bir adam ki buradan Pariji göz açıb yuman saatdə, bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatdə, bir gündə, 10 günədək bura çatdıra bilmə. Nə xəyal edirsiniz? Doğru deyirsən baba dərviş. Amma nə əcəb olardı ki, bu xəbər elə bax bu saat Monsieur Jordana çatıydı, başımızdan olaydı. Evin bağlanmış qapısı bərk döyülür. Monsieur Jordan'ın istirablı səsi qapının dalısından eşidilir. Atam xanım, Şahbaz bəy! Dərviş məstəli Şahcəl taxta parçaları xurcuna yığır. Tez yükün qabağından asılan pərdənin dalında gizlənir. Atam xanım, Şahbaz bəy! Hani Hatam xanıma? Hani Şahbaz bəy? Şəhribanı xanım özünü itirmiş halda yerindən qalxır. Qorxa-qorxa qapıya sarı gedir. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xampəri dizinə çırpır. Dedəm vay, nənəm vay. Şəhribanı xanım qapını açır. Monsieur Jordan gəlir. Hani Hatam xanıma? Hani Şahbaz bəy? İkisi də Şərəfnisənin damında yatıblar. Büyün ilxiyə baxmağa getmişdilər, çox yorulmuşlar. Axşamdan yıxılıb yatıblar. Hanım gərək bu saatdə onlar duralar. Mən gedirəm, dayana bilmərəm. Heyf sənə Parij, heyf sənə Tulyeri, heyf sənə gözəl paytaxt, gözəl səltənət. Fransa bədbaxt oldu. Dimanche Parij, mon Dieu, mon Dieu. Həkim sahib, nə var, nə olub? Parij dağıldı, Tulyeri yıkıldı, Fransa xarab oldu. Dimanche Parij, Dimanche Tulyeri. Allah sənə şükür. Yox, yəni Allah dərdinə əsirgən. Gözəl şəhər, gözəl səltənət, bir türfətül eyndə viran kəlləm yekun olubdur. Dedəm vay, nənəm vay. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehridir. Setefre, mon Dieu, revolüsiya. Bu necə seyridir? Məyər sehir ilə Parij yıxılıb? Nə danışırsınız həkim sahib? Əlbəttə sehirdir, mat qalmalı işdir. Bir türfətül eyndə qəflətən Parij xarab olubdur. Dedəm vay, nənəm vay. Səs-küyü eşidən Hatəm xanağa və Şahbaz bəy tələsik içəri girirlər. Ah, gəldiniz Hatəm xanağa, Şahbaz bəy. Sizi tanrı tez mənə at hazır edin. Dayana bilmərəm. Özünüz də atlanın, məni arazdan keçirin, qayıdın. Həkim sahib, nə vaqe olubdur belə tələsik getməyə səbəb nədir? Fransiyada revolüsiya olub, Parij dağılıb, Tulyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatdə Təbrizdə oturan İngiliz konsulundan sizin divan bəyiniz mənə kağız getirdi. Konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saatdə çapar gedir. Arazın kənarında mənə münhəsirdir. 12 saatədək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər. Sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmərəm. Louis Philippe İngilizə qaçışıbdır. Mon Dieu, mon Dieu. Həkim sahib, Pariji kim dağıdıbdır? Kim yıxıbdır? Şeytanlar, şeyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim? Aman, Hatəm xanağa, tez
At hazır edin. Dayanmak mümkün değil. Dimanche, Paris, Tuileries, mon Dieu, c'était... Bu sözlərdən Hatəm xan ağa biraz heyrət edir. Şərəfnisə xanım isə titrəməyə başlayır. Sen niye titriyorsun Ayfeza? Yoksa Paris'i sen buyurup yıktırıpsan ki ben dahi oraya gidebilmeyeyim. Yox, vallahi, Qurhan haqqı, dayım canı, mənim heç zatdan xəbərim yoxdur. Mənim heç təqsirim yoxdur. Bak. Nece de and içir. Vallahi yoxdur. Nece şirin diliyle yakasını kenara Canım çekir. yoxdur. Dahi niye titriyorsun? Eğer sen tey periler padişahı Paris'i yıktırsa da halaldır. Həkim sahib, bizim Şahbazı da aparırsan mı? Ne söylüyorsunuz hanım? Özüm başımı koymaya yer tapmıram. Şahbazı hara aparacağım. Hatəm xanağa, amandır, tez olun, atlanın. Məni ötürün, gerek səhərədək Araz qırağına çatam. Tuileries, mon Dieu, mon Dieu. Şahbaz, gel gedək görək necə edirik. Bu necə işiydi oldu? Hatəm xan ağa Şahbaz bəy Musejordan çıxırlar. Məstəli şah xurcunu çiynində pərdənin dalısından çıxır. Məclisdə qalan arvadlara baxmayıb qaçır. Görün necə iş oldu? Hanım, mən sənə dedim ki, bu dərvişin əlindən heç zat qurtarmaz. Mən hələ ondan qorxuram ki, Parizin yıxılmağının zərbindən özgə şəhərlərdə bərbad ola. Naxçıvan, Şarur mahallarının yıxılmağının zərbindən Ağrı dağın bir parçası qopup tökülən kimi. Necə ki dərviş deyirdi. Hörmətli dinləyicilər, siz Mirzə Fətəli Axundovun Müsyo Jordan və Dərviş Məstəli Şah komediyasını dinlədiniz. Əsas rollarda Ağadadaş Qurbanov, Ağasadıq Gəraybəyli, Rıza Əfqanlı, Möhsün Sənani çıxış edirdi. Əsər 1954-cü ildə lentə alınıb.